Vyetnamın baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya işgüzar səfəri gəlib. Bu barədə baş prokurorluqdan məlumat verilib. Bildirilib ki, Azərbaycan və Vyetnam prokurorluqları arasında hüquqi əməkdaşlığın möhkəmləndirilməsi, mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi məqsədi ilə əmlakın bərpası, ətraf mühitin qorunması kimi prokurorluq fəaliyyətinin müxtəlif sahələrini əhatə edən əməkdaşlıq proqramı imzalanıb. Baş prokuror Kamran Əliyevlə Vyetnamlı həmkarı arasında keçirilən görüşdə hər iki ölkənin siyasi rəhbərliyinin fəaliyyəti nəticəsində dövlətlərarası münasibətlərin dinamik inkişafı vurğulanıb. Görüşdə bildirilib ki, Vyetnam Sosialist Respublikasının hüquq mühafizə orqanları ilə əlaqələrin inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası və Vyetnam Sosialist Respublikası arasında cinayət işləri üzrə qarşılıqlı yardım haqqında müqavilə layihəsi hazırlanıb və hazırda dövlət daxili prosedurlardan keçirilir. Səmimi qəbula görə təşəkkürünü bildirən Nguyen Tien təmsil etdiyi qurumun Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini, habelə qurumlar arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib. Görüşdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb. Ekstradisiya, hüquqi yardım, prokurorluqların təlimi və digər istiqamətlər üzrə əlaqələrin davam etdirilməsi barədə razılıq əldə olunub. Görüşdən sonra qonaqlar Azərbaycan Respublikası Prokurorluğunun Tarix Muzeyi ilə tanış olublar.